Salam aleyküm dostlar, hoş geldiniz kanalıma. Ben sizlere sevinçli bir haberim var. Hinduşka dişi almışam. Bu arada kartof kavurdu. Bunları amir qoyum. Yani mala verəcək bunları. Onu bırakın da. Neydi onun adı? Dediyim kimi yeni dişi almışam. 50 lariyə, yəni Gürcüstan puluna. Çünki mən Gürcüstanda yaşayan Azərbaycanlardanam. Bura bazarından aldım. Yəni evdəkilər gedir deyəcək, siz niyə video çəkmən? Evdəkilər getmişdi. 50 10 aldılar. Yekə bunun boyutdalar 60 idi. Niyə 60'lıq almadın deyirsə, nə bilim yəni, elə bildim 60'lıqlar qoca olur. Zavan istədiyimdən onu aldı. Heç nə olmaz bu arada. Erkəklərimiz incə dalaşırdı. Yekə erkək utdu, yəni davada dişinin üstündə. Dişi təzə gələndə bir qanatlarını yerə sürtüyüb dalaşırdılar. O tay utdu. Yəni baxın can edəcək deyəsən hərəkətiniz adı. Qanadınız adı yerə sürtüyürlər. Qulu qulu elədilər. Bir-birinin başından tutmuşdu. O bunun başından vururdu. Bu onu. Pişik onlara baxır. Deyir bunlar nədir Allah? Bax ya. Özün gənə qabar deyir. Yaxşı belə gördüyünüz kimi. Aha gənə dalaşacaqlar. Gənə dalaşacaqlar. Dalaşacaqlar. Gördüyünüz kimi. Aha. Yox, dalaşmadılar. Dalaşmadılar dostlar. Öncə dalaşmışlar, bir-birinin başından tuturdular. Ona bax. Nətər kişilənir. O da cıqılı baladan cavan olduğunu oradan bilirik. Yerlidir mi deyilsə bilmirəm. İndi saxlayıb görəcəyik inşallah Allah. Yəni dua edirəm ki, yerli ola və kürk düşə yəni. Yeni hinduşkamız xeyirli, uğurlu olsun. Şəkilini çəkmək istəyirəm. Kapak fotoğraf edəcəm. O da çəkəmirəm. Nətər karalyoku yiyir Allah. Pişik də onlara baxır. O biri pişik anam desə o evdədir, yatır. Bu gəzir amma o hey yatır baladır deyə nədənsə. Hey yatır. Yaxşı, belə gələn videolarda görüşmək umuduyla bu videoyu çəkəcəydim. Bir dənə də məlumat videosu çəkəcəm. Bu bizim birinci videomuzdur. Hinduşkuyu demək istəmişdim. Gələn videolarda görüşmək umuduyla sağ olun, salamat qalın.